müharibədəki hansısa bir uğursuzluq Rusiyada daxildə müəyyən gərginliyin yaranmasına səbəb ola bilər. Amma biz bundan öncə bəzi uğursuzluqlar da gördük də. Rusiya Kiyev ətrafından çəkilməli oldu, Sum, Çerniqov vilayətlərindən çəkilməli oldu, Xerson şəhərini təhvil verməli oldu və geri çəkildi. Bu hansısa bir ciddi dalğalanmalara səbəb oldu mu Rusiya daxilində? Təbii ki, yox. Çünki avtoritar və diktatura rejimi olan Rusiyada Putinə qarşı hansısa bir əməllər həyata keçirmək. Real təhlükə Putin hakimiyyəti üçün Wagner üsyanı oldu. Wagnerçilərin üsyanı zamanı Prigojin Moskvaya yürüş etməyə cəhd elədi. Sonradan nə ilə bitdiyini də şahidi olduq hamımız. Yürüş dayandı, sonradan Prigojin və onun yaxınları müəmmalı təyyarə qəzasında həlak oldular. Yəni belə bir rejimdə, belə bir ölkədə ciddi bir məğlubiyyətin və ya da uğursuzluğun daxildə həddindən artıq böyük təlatümlərə səbəb olması ehtimalı çox aşağıdır. Ümumiyyətlə, Rusiya kimi ölkələrdə daha çox saray çevrilişləri, obrazı desək, saray çevrilişləri həmişə yadda qalır. Hətta Sovetlər dönəmində belə seçki yox idi. Mən Çar dönəmini demirəm, Çar dönəmində, Çar Rusiyasında həddindən artıq çox olub. Çarlara qarşı sui-qəsdlər olub, saray çevrilişləri olub, qardaş-qardaşa qarşı gedib, yəni çox şeylər olub. Amma hətta Sovet dönəmində belə bəlli hadisələr seçki olmayan bir dövlət idi və buna bənzər hadisələr SSR tarixində də olub. Məsələn, Stalinin ölümü belə bugünə qədər də müəmmalıdır. Bəli, zəhərlənmişdi o. Və yaxud da ondan sonra Xruşov gəldi, Xruşovu hakimiyyətdən tamamilə kənarlaşdırdılar. Putin də bunlardan dərs çıxartdığına görə bugün bütün xüsusi xidmət orqanları könüldən birbaşa ona bağlı insanlar tərəfindən rəhbərliyi olunur. Əksəriyyəti də onun keçmiş can güdənləri, təsəvvür edin ki, öz can güdənlərinə general rütbəsi verir, o qədər güvənir ki, həmin insanlara, xüsusi xidmət orqanlarının müxtəlif bölmələrinə rəhbərliyi onlara tapşırıb. Yəni, belə də asan məsələ deyil.